trenerimlə, dostumla aramızda heç bir şey yoxdur ki, birimizin xətrini çox istəyirik. Şimdidən tadına baxacaqlara afiyet olsundu. Naimə kimi tövbə estağfurullah. Məndən çıxmayasınız. Söhbətə başlamadan əvvəl səmimi qəlbdən demək istəyirəm ki, xala sənin anundur. Rahatladım. Neçə gündür videoların altında çox xoş sözlər yazanlar var. Burada tək-tək xanımları öpürəm, kişilərə də Allah razı olsun deyirəm. Yanlış anlaşılmalar sosial mediada bilirsiniz həmişə olur. Nə qədər dürüst yaşamağa çalışsan da ki, hər birimiz belə əlimizdən gələni edirik. Yenə də mız qoyanlar olur. Amma limiti keçənlər var da. Neçə vaxt səsimi çıxarmırdım, gülürdüm, keçirdim. Hətta belə əsəbdən hərdən yazdım ki, əcəb eləyirəm falan filan. Bunu indi niyə paylaşıram? Uzun zamandır Ramil bəy deyir ki, mənə Nərgiz xanım boş verin. Nərgiz xanım boş verin. Ay desinlər də, ancaq bunu deyir. O çox səbirlidir. Mən səbirli bilirsiniz, çox deyirəm. Mən bir anda alışıb, yəni o artıq əsəbləşirəm. O məni həmişə sakitləşdirir ki, Nərgiz xanım boş verin. Desinlər də paxıllıqdan deyirlər, qısqanırlar sizi. O məni sakitləşdirir. Amma bugün gördüm ki, yox, artıq limiti keçirsiz. Zamanında ilanın başını əzmək lazımdır ki, o birlər çoxalmasın. Mənim trenerim də eyni zamanda da dostumdur. Xətrini çox istədiyim bir dostumdur. O da mənim xətrimi çox istəyir. Dəyər verməsindən görürəm. Mənə səbirlə davranmasından görürəm. Videolardakı onun qəbul edəməyəcəyi şeyləri ona deyirəm və mənə olan hörmətindən, mənə olan dost sevgisindən, eyni zamanda onun öyrəncisiyəm deyə o sayğısından səbirlə hər şeyə okey deyir. Mən də səbrini daşırmıram da, o da var indi. İdmanı yaxşı edir. Ürəyinizi rahatlatmaq üçün dedim buradan bir açıqlama verim. Çünki artıq görəm limiti aşırsınız da, həddi aşırsınız. Ramil bəy mənim sadəcə bax uzatdım ha. Trenerimdir, eyni zamanda da dostumdur. Biri ilə video paylaşdığında, nə bilim gülməli bir şeylər paylaşdığında kontentdir. Olur, elə şeylər paylaşırıq. Trend videolarda paylaşırıq ki, sevənlər bizi, ikimizi bir arada görüb sevinənlər də vardı. Yazırlar ki, ay çox videolarınız gəlsin. Gələcək zaten istəmirəm daha, onun bəxtinə bir sərhəd qoyum. Xalaşqa, malaşqa deyənlər sizin nəslinizdir xala. Xala olan o müqəddəs qəşəng xala sözü var. Xalalar, canımız. Mənim də xalalarım var, hər kəsin xalası var. O sözü iyrəncliyə yozmayın ki, mənim 35 yaşım var. Həyatımda biri də varmı, yoxmu? Sizə heç bir aidiyyatı yoxdur. Bu mənim həyatımdır. Çox da gözəl qadınam. Özünüzü partlatsanız da bilirsiniz ki, mənim auram, gözəlliyim var. Dünya gözəli deyiləm, o çox gülməlidir. Çünki gözəllik anlayışı hər kəsə görə fərqlidir. Amma yəni axmaq, cahil danışmanız mənim gözəlliyimdən heç bir şey itirməyəcək. Yaşımdan balaca ilə mi sevgili olacağam, yaşımdan böyüklə mi, öz yaşıdlığımla mı əcəb eləyəcəm. Bax, bunu net deyirəm, əcəb edəcəm. Kimi haçansa ürəyim istəsə həyatımda alacağamsa ki, buna çox layiq bir qadınam ki, belə qadınlarımız mənim kimi gecə-gündüz işləyən, oxuyan, həyatında çəkdiyi əziyyətlərə rəğmən yenə də gülməyə çalışan, mız-mız eləməyən, keçmişdə yaşadığı acıları başqasından acığını çıxmamağa çalışan mənim kimi qadınlar çoxdur. Hamımıza buradan maçlar göndərirəm. Normal yazanlara heç nə demirəm, amma limiti aşanlar qələtinizi edin, oturun yerinizdə. Deyək ki, sevgilimdir, onu da əcəb edirəm. Ona görə oturun, susun. Həddinizi bilin, zırpı burnunuzu hər kəsin həyatına soxmayın, burnunuzu özünüzə saxlayın. Çünki birinin həyatına ilişəcək, çıxa bilməyəcəksiniz, başınıza oyun gələcək. Tamam mı? Seviyorum sizi. Bye bye.